canlarından keçdilər ki, gələcək nəsil, övladlar xoşbəxt yaşasın. Bir borcumuz var Allaha, bir borcumuz var vətənə. Hamımızın borcudur vətəni qorumağa. Vətən elə gözəl bir neymətdir ki, qurban sənə, vətən içinə dəyişmək olmur. Əkiz adını dünyaya yazıb getdilər. Dünya Azərbaycan tarixində bir ad yazdılar. Qardaşı qardaşdan vətən yolunda ölüm də ayıra bilməz. İki qardaşın 30 gün çiyin-çiyinə döyüş, qucaq-qucağa şəhid olmağa. Önünə böyük şəhadətdir bu. Mən Məmmədov Elman Dədəşioğlu, Lərik rayonunun Kəlbəz kəndində anadan olmuşam. Hal-hazırda Bakı şəhər, Xəzər rayonunun Binə qəsəbəsinin qeydəsindəyəm. İki övladım Məmmədzadə İman, Məmmədzadə Bəhrəm, hər ikisi Lərik rayonunda dünyaya göz açdılar. Birinci ibtidai sinif İman Lərik rayonunun Kəlbəz kəndində məktəbə getdi. Sonra isə biz artıq ikinci sinifində Lənkəran şəhərinə köçdük. 5 nömrəli orta məktəbdə İman ikinci sinifə, Bəhrəm birinci sinifə qədəm qoydu. Sonra elə oldu ki, qərarımız oldu ki, Bakıya köçdük. Xəzər rayonunun Binə qəsəbəsində məskunlaşdıq. İmanla Bəhrəm təhsillərin 117 nömrəli orta məktəbdən başladılar. İman Səki, hər ikisi 2013-cü ildə artıq fizika riyaziyyat informatika təmayülünə daxil oldular. Orada başladılar təhsillərini almağa. Bir ildən sonra qərar verdilər ki, gəmi kapitanlığına getmək fikrimiz var. Qərarları da oldu ki, Rusiyada. Biz də onlarla bərabər Rusiya Federasiyasının Astrakhan vilayətinə köçdük. Onlar orada təhsilinə başladılar. Anaları onlarla olurdu. Mən gedirdim, gəlirdim, amma anaları yəni bütün gün onların yanında olurdu. Onda İmanın 16 yaşı vardı, Bəhrəmin 13 yaşı. Onlar Rusiyaya köçməmişdən qabaqda hər ikisi idmanla məşğul oldu, cido ilə. Elə oldu ki, yəni onlar Rusiyaya köçdüyünə görə burada artıq idmandan uzaqlaşmaq üçün orada onlar üçün Suvorov adına cido olimpiya kompleksi vardı ki, getdim oranı danışdım. Onlara baxanın kimi müəllimi dedi ki, problem yoxdur da, hər ikisini götürürəm. Dərsə gedirdilər, həm orada oxuyurdular. Demək, 2015-ci ildə Bəhrəm 14 yaşında mayayı olardı. Cidoda birinci yerə çıxdı. Orada yarış keçiriləndə Bəhrəm birinci yeri tutdu. Güləşdiyi də erməni idi. Yəni ilk dəfə hələ Bəhrəm uşaqlığında erməni ilə güləşdi, onu Səmarada yıxdı və orada artıq Azərbaycanın adını yüksəltdi, bayrağını dalğalandırdı.
Yəni hər ikisi gənc yaşda olmaqlarına baxmayaraq belə bir mənalı şəkildə erməniyə qarşı böyük bir nifrətləri vardı. İman ümumiyyətlə vəbşi erməniləri görməyə gözü yox idi. Hələ oxuduğu dövrdə də orada Astaraxanda erməni müəllimi gəlib əlindən tutanda ki, mən də məktəbin burasında da, yəni mən də Qafqazlıyam, Ermənistandan. Onda qeydib ona demişdi ki, sənin əlin murdaldır da, mənim millətimin qanına dəyib. Yəni bu uşaq, də deyirəm, elə orta məktəbdə oxuyanda onun Allah məqamınızı eləsin, riyaziyyat müəllimi vardı ki, özü professordur, Sabir müəllim. Mənə həmişə deyirdi ki, məşğəliyə gedirdilər yanına, deyirdi, bundan müqayyət oldu da, bu uşağın içində nələr yatıb, mən tuta bilmirəm. Müəllim kimi deyirdi, mən onu tuta bilmirəm. Yəni, həyat belə bir şeydir ki, qurban, nə qədər deyir, hara gedirsən get, vətən vətəndir də. Elə oldu ki, o müəllimlə problem yaranandan sonra mən onları artıq gördüm ki, problemlər yaranır. Məktəbin özündən Samaraya pervod elətdirdim, gəmi kapitanlığına. Artıq 2016-cı ildə onlar Samarada gəmi kapitanlığın universitetin özündə, yəni özləri rəyevliyini verdilər ki, juridiskini istəyirik. Hələ orada da oxuya, yəni bir ildə juridiskini oxudular. Sonra artıq yəni öz istəkləri ilə özəl olmaq istəyirik, keçdilər turizmə. 2019-cu ildə artıq onlar bitirirdi ki, onlara sertifikat verdilər hər ikisinə ki, Leningrada yola salmağa. Bir də məktəb, onların Qafqa Federasiyası, məktəbinin sinif rəhbərləri onların xətrini çox istəyirdi. Onları Rusiyada saxlamaq fikirləri vardı ki, bunlar qalsın. Biz göndəririk, yəni. Mən də dedim ki, yəni, onda içində müharibə var idi. Heç bir müharibə var idi, heç fikirlər də yox idi. Amma o məsələyə gələndə bir mənalı etdilər ki, yox. Öncə vətənə xidmət, sonra karyera. Yəni, çox dedim ki, yəni, sizin hələ əskərlik vaxtsa, istənilən vaxt gəlib gedə bilərsiniz. Hələ olan şansları çarpmayın əli üstündən, dedi, yox. Onlar vətənə döndülər, dönən kimi də əskəriyə yox. Gələn günlərdə səhərsi hərbi komşadığa, hər ikisiyə də deyirəm, Bakı qeydiyyatındaydı uşaqlar. Xəzər rayonunun hərbi komşadığına müraciət elədilər. Yəni, orada ələdəcə onlara qayıtdılar ki, 2020-nin axırına kimi sizin astroloçikası var da, getməyə bilərsiniz. Dedi, yox, biz gəlmişik, getməliydik, hərbi xidmətə getmək istəyirdik. İkisi də Qusar rayonunda İnsaniyyəli hərbi hissəyə düşdülər, Quru qoşunlarındaydılar. Yəni, onlar oxuduğu kimi, necə oxudular orada, onlar oxuduğu yerdə də əkiz adını almışdılar, orada da onlara elə əkizlər deyirdilər. Heç kəs onları tanıya bilmirdi. Yəni, onlarda həm oxşarlıq, həm xarakter, özlərindən başqa deyərdim ki, dostları yox idi. Yəni, biz onlarla bir valideyn olmamışıq. Hər zaman dost olmuşuz. Mən hər zaman deyirdim ki, bir ata kimi yox, bir dost kimi nə problemləriniz varsa, çəkinmədən deyərsiniz. Anaları da eləncə, onlarla bir ana kimi yox, bir padruqa kimi olub. Getdilər əskəriyə, orada da artıq onları orada da əkizlər kimi tanıyırdılar. Yanlarına çox gedib gələrdik. Son axırda pandemiya ki başladı, 2020-ci ildə ki pandemiya oldu. Onda artıq biz onların yanına getməyə özləri də istəmədi ki, çıxıb gəzə bilməyəcəksə, kazarmaya niyə gəlirsinizsə, ehtiyac yoxdur. Məmmədov Hicran, Kərim qızı. Bakıdan anadan olmuşam. Hər zaman şükürlü bir insanıq biz, hər zaman. Ona görə Allah bizə gözəl, 2 dənə gözəl evlad qismət eləyib bizə. Allahın verdiyi gözəl evladlar həqiqətən də dəyərli, gözəl bir evladıdır bizim üçün. Çox dəyərli evladıdırlar. İmanın adını mənim qaynatam qoyub, İmanın adını. Bəhrəmin adınsa mən qoymuşam. Adları qədər də gözəl evladıdırlar onlar. Həqiqətən də dəyərli bir evladılar. Çox mehribanıdılar. Hər zaman çörəklərin bir yerdə bölərdilər. Bir yerdə yatıb, bir yerdə durardılar. Bir yerdə məktəbə gedib, bir yerdə gələrdilər.
heç vaxt onlar üçün ayrı paltar almamışam. Həmişə eyni paltar götürmüşəm onlara. Ürəklərində ayrı seçkilik olmasın deyə hər zaman eyni paltar geyindirmişəm. Hər zaman əkiz adın uşaqlıqdan onlara deyirdilər. Hamı elə bilirdilər əkizdirlər. Əkiz deyirlər, qardaşdılar. Ancaq əkiz adın bu dünyada qazandılar, getdilər. Hər zaman da əkiz kimi tanıyırlar hamı onları. Onların vətən sevgisi onları Azərbaycana getdi. Onlar Rusiyada oxuyurdular, məktəb oxuyurdular Rusiyada. Bir yerdə qalırdıq Rusiyada. İllərlə bir paşdı. 8 il, neçə il orada biz yaşadıq uşaqlarla. Onlar məktəb oxuyurdular. O vətən sevgisi bizi Azərbaycana gətirdi. Gəldik Azərbaycana. Gələn kimi bir də Azərbaycana gəlməkləri ona görə oldu ki, dedilər Azərbaycana gedək, əsgər gedək ana. Əsgərimizi çəkək, ondan sonra davam elətdilər il məktəbimizi. Biz gəldik Azərbaycana, onda Azərbaycanda müharibə yox idi. Yaxşı günlər idi, yaxşı günlərimiz idi. Azərbaycana gəldik, 10 gün içində əsgər yola saldıq, uşaqlar getdi, Qusara düşdülər. Azərbaycanın ən gözəl yerinə getdilər, yəni Qusarda oldular əsgərlikləri. 2 ayları qalmışdı əsgərliyin qurtarmağına, müharibə başladı. Müharibəyə gedəndə bizə demədilər, biz müharibəyə gedirik. Bir dəfə də eşitdik ki, artıq müharibədir, uşaqlar da müharibəyə gedir. Hamı kimi bizdə vətən sevgisi bizim də ürəyimizdə vardı. Yəni, hamımızın borcudur vətəni qorumağa. Həyatda bir borcumuz var, istəyərdim bütün dünya bilsin. Bir borcumuz var Allaha, bir borcumuz var vətənə. Hamımızın borcudur vətəni qorumağa. Heç kəsin heç kəsə borcu yoxdur. Hamımızın vətənədir borcumuz. Bir də Allaha borcumuz var. Vətəni qorumağa hamımız qorumalıyıq. Vətən bizim anamızdır. Uşaqları yola saldıq, getdilər. Uşaqlar döyüşdə idilər. Bizi dəvət elədilər, döyüşə getdik biz. Döyüş gedə-gedə Füzulidə olduq uşaqlarla. Evlənə, ürəklə getdik biz, sevinə-sevinə. Nə bilim, bəlkə də qələbəni hiss eləyirdik. Bəlkə də onlar da qələbəni hiss eləyirdi. Biz getdik Füzulidə onlarla görüşdük. Onlar döyüşdən gəlmişdilər, biz bilmədik döyüşdən gəliblər. Evlə sevinc içində, evlə ruhun onlarda vardısa, bizə hiss elətdirmədilər ki, müharibədir. Həqiqətən də biz elə oldu ki, uşaqların içində biz bilmədik müharibə bölgəsidir. Bizə dedilər ki, gedməyin də, atışmadır. Qayıdılməzsiniz, geçsiz atışmaya düşəcəksiniz. Biz evlə sevinc var idi ürəyimizdə. Biz o qorxu, hürkü bizdə olmadı. Biz dedik, yox. Uşaqlar döyüşürsə biz də gedəcəyik. Onlarla görüşdük, dedik, güldük, danışdıq, yemək aparmışdıq. Hər zaman İmanın bir sözü vardı. Ana, gələndə elə gətir ki, qoy dostum, yoldaşım, qardaşım baxıb deməsin ki, İmanın anası gəldi, Bəhrəmin anası gəldi, onlara gətirdi İman Bəhrəmə, bizə gətirmədi. Mən də hər zaman gedəndə əlimdə nə olsaydı, artıq aparırdım ki, dostlarına, qardaşlarına onlar versin. Biz gedəndə də nə lazım idi, gedəndə aparmışdıq. Hamısına payladıq orada uşaqlara. Müharibə idi. Həqiqətən də möhkəm döyüşlər gedir. Çox bitər oldular ki, ata səni bura kim çağırdı ki? Dedim, axı sizə demişdim, hara geçsiniz, gəlirəm də. Siz bunu ki bilirsiniz. Orada bunlarla şəkil çəkdirmə, bu da bir Allahın lütfu idi ki, mən onlarla harda olardım, video şəkil. Elə bir şey, bir Allah mənə o eşq vermişdi ki, yəni çək də bunların sonrasını itirəcəksən, sənə qalan bunlar olacaq. Neyse orada videonu çəkəndə istər-istəməz biraz qəmləndim. Gördüm, əsəbləşdi ki, İman və onların giziri vardı ki, sənə o deyib, əskər, Bəhrəm onu tap ki ilə. Dedim, yox, mən başqa yerdən eşitmişəm, narahat olmaq ilə. Neyse, xeyli söhbət elədik, biz də gedəndə maşında onların bir kəlmə sözü vardı ki, elə gətirin ki, hamıya çatsın. İman hər zaman indi anası ilə yəqin ki, sizə deyəcək, deyirdi ki, ana, nə gətirirsiniz, gətirin, elə gətirin ki, hamıya çatsın.
Biz onu tək yiyəlmərik. İndi Allah verən istənilən şeyləri almışdık. Hələ oradan maşında onlara verdik ki, mən onlarla bir xeylim getdim. Ki, artıq bəlkə də beylə qanat çatırdı. Gördüm, zəng elədilər ki, ata gəlmədən nə olar? Artıq döyüş bölgəsinə girəndə səni buraxmayacaqlar. Problem yaradarsan da bizə nə olar? Gəlmə. Bir söz demədim, dedim, yaxşı, qayıdıram dala. Biz oradan geri döndük maşınla. Amma hər gündə danışıq əlaqam olub. Yəni, baxmayaraq o cür müharibə gedirdi, o qızğın müharibə gedirdi. Mən onlarla danışırdım. Bizim də müharibə başlanan gündən bir ay idi ki, oruc tutum. Hər gün, son axırıncı günü 27-si ki, demək, ayın hala 13-də, oktyabrın 13-də mən onların telefonla danışdım ki, dedilər ki, ata, yanımıza da gələ bilərsən, dedim, heç problem yoxdur. Analarını da götürüb, yenə də deyirəm, bir yenə bunu soruşdum ki, nə alım sizə? Dedi, bildə 200 nəfər heyət var. Dedim, heç narahatçılıq yoxdur. Bizdə maşını nəyi var doldurduq da, produktla, sularla, yəni imanın da ən çox işliyi, xoşladıqları helidir. O üçün maşını başı bitir doldurdu yollarla. Getdik ora, sağ olsunlar, yəni yolda dövlət polis işçiləri idi, hərbiçiləri idi. Yəni bizə bir problem yaratmadılar. Deyəndə ki, iki övlad ikisi də hərbi döyüşdədir. Dedilər keçin, amma itətli olun. Yəni gəldik, o da bir Allahın lütfü idi. Onlarla Füzulinin Kür Mahmudlu kəndində 4 saat bir yerdə olduq. Orada şəkillər, videolar, yenə deyirəm, onlar yeyirdi, mən çəkirdim. Orada da o şəkildə də göstərilir ki, oturublar orada, yəni o videolar da var. Onlar yedikcə mən çəkirdim. Demək elə oldu ki, bir 4 saatdan sonra orada onların o əskər yoldaşları, bir gecir, bir maxı vardı ki, qayıtdı ki, İman çox sözə baxmır da, biraz siz ona tapşırın. Mən də elə o yeməkxanadır ki, oradakı böyük bir stalovadır, onun yanında ağac vardı, onun yanında qayıtdım ki, İman, nə problemlərdir ki? Dedi, ata, mənə deyirlər, sürün, uzan. Mən düşmən qabağında nə sürünəcəyəm, nə uzanacağım. Mən də deyirəm, onlar hər ikisi idmancı idi da, orada qolundan tutdum ki, biləngindən ki, dedim, oğul qurquşum ki, onu tanımaz. Bu qolun gücünü qurquşum tanımaz. Bu momentdə qardaşı gəldi, Bəhrəm, əlini saldı boynuma, bir əlində Bəhrəmi İmamın boynuna, dedi, ata, narahat olma, mən yanındayam. Bir yenə qayıtdılar ki, hər ikisi, ata, bunu bizdən istəmədi, nə olar? Nə istəyirsən istə, düşmən qarşısında əylənmək, sürünmək, bunu bizdən istəmə. Baxdım da heç nə demədim, yəni bunu dedim ki, Allah üzü yar olsun. İstədiyi yüz nədir? Ne deyirəm, illər boyu üzü gülməyən İmamın mən üzünü o döyüş bölgəsində gördüm. O cür, yəni yer göy titrəyirdi də topların, rəketlərin səsindən. Amma onlar üzü elə gülürdü ki, elə bilgən ki, sanki ki, müharibədə deyirlər də. O qədər də içimizdə bir arxayınçilik yaratdılar ki, yəni o cür bizim onlara olan bağlılığımız, yəni mən onların bir saniyəsini dözə bilməyən bir ata olmuşam. Analarla eləncə. Yəni, bir saniyə olardı, nəsə problemi olardısa, onu mən qəbul edilməzdim də, bir saniyənin içində onu həll eləməliydim, onların problemi olmamalıydı. O qədər arxayınçiliyi yaratdılar ki, içimdə. Çıxdıq oradan gəldik, artıq son oktyabrın 20, yenə deyirəm, hər gün danışırdılar. Oktyabrın 27-sində mənlə səhər-səhər 1 saat telefonda danışdılar, 1 saat. Əvvəl-axır sözləri oldu ki, ana sənə əmanətdir. Mən də elə bir ki, hamanki günü, yəni mən sözü onlardan Məkkəşlə alırdım da, sadəcə qulaq asırdılar. Mən biraz kənardaydım, rayona, işimlə bağlı rayona gedirdim. Qayıtdılar ki, buradan dönəndə sən eləyərik, gələrsən. Anadan müğayyət olarsan. Gəldim belə işlərim, biraz narahatçılıq içimdə yarandı, işimlə bağlı rayonda olanda, yəni işlə bağlı yox, yəni işimə gitmişdim, içimdə narahatçılıq yarandı. Döndüm dala, gəlib evə çatanda gördüm ki, anamlar namaz dağılıyır.
Yəni bunu qayıtdım ki, ağlama, Allaha yalvar. Deyirəm, mən özüm oruçladım. Namazı qıldım. Mən bir dəfə daha dedim ki, mən namazı qıla bilməmişəm, mən yatmışam namazın üstündə. Yəni, mən yuxu aparım. Ayın ikisinə, birinə kimi, demək, biri olan gününə kimi mən namaz qıla bilmədim. Elə namazda məni yuxu tuturdu. Elə deyirdim ki, ilahi, sən özüm kömək ol da, bu nədir, bunu bilmirəm, bu nə hikmətdir. İş ki, gəldi ki, artıq ayın biri oldu ki, artıq bunların zəngi 27-sindən sonra zəngi gəlmədi də. Çox yerlərə əl attım, bunlardan nə haqqı olmadı. O momentdə fikrim, qərar almışdım ki, artıq çıxırdım Füzuliyə. Səhər-səhər ölüm zəng gəldi ki, onlarla bir yerdə gizir vardı ki, onun yaralı olduğunu bilirdim. Əsgər Hüseyin o. Mənə qayıtdı ki, əmi olar ki, əmilərdən gedəndə əmilərin olanla özümdən aparmışdım ora İlqar müəllimi. Dedim, yox, nə deyəcək sözümə deyin. Mən elə evdən durub, sigaret götürüb qasanda bayırı, yoldaşım qışqırdı canlıları ki, oruçsun, sigaretini götdün. Aç telefonu yanımda, dedim, yox, iş yerindən də sən deyil. Bayıra çıxan kimin, dedim, danış. Gördü ki, gördüm ağladı ki, qayıtdı ki, uşaqlar şəhiddir, hər ikisi Füzulidadır. Hamısına, 11 nəfərin hamısına xəbər eləyiblər, 10 nəfərinə. Bir yerə İmanla Bəhrəmi sizə deyə bilmədi hər bir hissə ki, məndən xahiş elədilər. Bu yüzden yaralı idi Əsgər Hüseyin o. Siz müraciət edin onlara. Bir Allah elə bir içimi onda bir, nə bilim, səbir mənə yetirdi ki, elə bir sakitçilik çöktü ki ürəyimə. Telefonu sakitə söndürdüm də heç nə demədim. Yenə bunu dedim ki, Əsgər 27-si mən danışandan sonra oldu. Dedi, günün ikinci yarısı mən sənə demirdim. Mühasirəyə düşdük. Uşaqlar şəhid oldu Qırmızı Bazarda. Dedim, yaxşı. Telefonu söndürdüm, bir yana bunu qayıtdım ki, xoşal uzada. Allahdan gəlib Allaha qayıtdınız. İmam Hüseyin kərvanındasınız. Daha başqa heç nə demədim, çıxdım oradan. Yavaş-yavaş gəldim evə. Analarına dedim ki, hazırlaş. Ama imana həmişə bir söz vermişdim ki, imam, o şəhid deyib, çoxun da şəhid aşığı idi. Elə deyirdi ki, mən şəhid olan sən, mən də ona son axırıncı dəfə demişdim ki, iman, sən şəhid olsun, səndən qabaq məzara girərəm də. Mənim özümün qanunu da, yəni tam dövlət qanunu ilə silahım var, 5 atılan. 3 dəfə onu qaldırdım, onların o kəlməsi durdu ki, gözümün qabağında bir Allah şahiddə, ana sənə əmanətdir. İçine eğlendim, tüfəngi attım seyfin içine, elə bağladım qapını, düşdüm dedim, hazırlaş, sən Bakıya, mən gedirəm Füzuliyə. Dedi, dünya bir ola, mən səni tək qoymaram da, sən hara, mən də olam. Yenə də deyirəm, mən onları getdim ki, Füzuliyə çatana kimində, yəni əvvəl gəldik Füzulidə çox əlləşdik, dedilər, yoxdular. Sonra orada hərbçilər vardı ki, onlar tanıyırdı, gəldilər ki, əmi, gecə saat 12-də hər ikisini onun üçün buraxıb gətirib vermişik. Dur üstünde al günün. Ne deyirəm, indi o kadar orada şehit gelirdi ki, orada hiç sesi qınamalı değildi. Yani biz durup kimiyse orada venevat edilmez Güneyes'e göre. Dediler Beyləqana. Beyləqan'da Palatkaya girəndə analarını qoymurdular, mən oradaydım, məni boşlamışdılar. Mən heç Bəhrəmin üzünə baxmamış, qardaşım ona dedim, o Bəhrəmdir. Ösə sadəcə yani hiss elədim, baxdım ki, yani dedim, uşağa dedim ki, Bəhrəm yeri kimi çəkinin. Burasını çək aşağı. Bəhrəm ürəyindən vurmuşdular. Yeni yerdə elə qanırdı. Gördüm, qardaşım oğlu etdi ki, əmi Bəhrəmin qanı sinə sarı gəlir. Mən imanı axtarırdım. Dedim ki, çıx bayra. Nə iman buradadır, nə Bəhrəm. Çıxdım oradan. Yani Bəhrəmi bile özüm tanıdım ki, orada Bəhrəm burada deyil. Çıxdım, zəng elədim onların o hərbi hissəsiyle, yani orada o nömrəsi olanlara. Dedilər ki, bölük polk özü Kərimbəyli'dədir. Oradan Kərimbəyli'yə getdim. Orada bir polkovnik leytinant vardı, çox yerə çıxdı elədi.
Necə çay gətirdi mənzillərdə, dedim, xahiş edirəm, mən çay səsi deyiləm. Ancaq sigaret çəkirdim. Dedi, sən olsa su bir qurtum, dedim, yox, o da yetməyəcək. Çox yer əl atdı, qayıtdı ki, dedi, əkizlər şəhiddir, qardaşları yox. Dedim, onlar qardaşdır. Gəldim, maşının qapısını açanda dayandı. Eydat, bunları hərbi hissədə, oxuduqları hər yer bunları əkiz tanıyırdı. İkinci sigareti yandırdım, qardaşım oğlu qayıtdı ki, əmi, niyə dayandın? Dedim, onlar əkiz tanıyırlar. Bu momentdə gördüm, zəng gəldi, dedi, bəs müstəntiqdir danışan, artıq hər şeyi bilirsiniz. Bəhrəm şəhidli iman bölüyün yanında, dedim, ağıl yolunda xahiş edirəm. Hələ qardaşın olduğunu bilməmişsiniz. Qardaşın biri şəhid ola, biri qala, dedim, mümkün olmayan şeydir. Əgər iman, dedim, qalsaydı, indi iman, dedim, bək qardaşının yanındaydı. O mümkün olmayan şeydir ki, iman qala, Bəhrəm şəhid ola. O qeyri-mümkündür. Dedi, gəlin sizi burada gözləyirik, getdim, təzədən haman yerə qayıtdık. Gördüm, həkim çağırdılar, su gətirdilər. Düzdür, biraz narahatçılıq hiss edim. Mən özüm bilmirdim, onlar hiss eləyirdi. Həkimi də qovdum, suyu da attım. Dedim, onlar susuz gedib dünyadan, mən su içmərəm. Sadəcə iman mənə getirir. Artıq bir prokuror çəkildi, getdi, kənarda qaldı. Biraz keçəndən sonra gəldi, dedi, səndən daha nə ki istədək. İmanı gətirirlər, Peyğəmbər məscidinə, Bəhrəmi götürürlər. Dedim, yox bura, dedi, söz verirəm, Bəhrəmə baxdığın kimi imanı da baxıb götürəcəksin. Dedim, səndən şərti keçirəm, mən imanın üzünü görməsəm, bu beyləqandan tərpənməyəcəyim. Dedim, narahat olma. Bir dənə buna dedim ki, Bəhrəmi bütün tabutda adın yazın. Mən Bəhrəmi qucaqlamadım, yəni də deyirəm. Çünki onu bilirdim ki, mən Bəhrəmi qucaqlasam, imanı itirəcəyim. Gəldik artıq Peyğəmbər məscidinin yanında, anaların əlini qoymuşdum Bəhrəmin üstünə. Yəni bunu deyirdim ki, əli buradan çəkmə. Bu momentdə maşın dayandı, 3 nəfər ədyaldan yapışanda özümdən asıl olmadı, dedim imandır. Qışqırdı ki, hanı, dedim, sakit ol, gəlirəm. Gittim, içəri girdim, öyrü olan yerə. Əskərlər kəsdi qabağımı ki, əmi olmaz da. Dedim, xahiş edirəm, əlimlə çəkdim, bilən şərəfsiz oxşayıram, belə elədim onlara. Dedim, ölən olsaydım, çoxdan ölmüşdüm. Tekinin kənara. Yəni, imanın başının üstündə bir qardaş vardı ki, Yuhanı dedim, çək aşağı, pərdən, prostini çəkin. Çəkdi prostini səfsim üstlərindən. Bu momentdə, yəni, elə deyirəm də, əskər çox əlləşdi, yəni yanında olan, dedim, oğul, mən Bəhrəmə baxdığım kimi imana da baxıb götürəcəyəm. İman bir tərəfli qanın içində idi, amma üz gülürdü də gülürdü. Elə bir ki, sanki, nə bilim, yəni bunu dedim, üstünü ört, bütünə, üstündə adın yazın. Etdim, yəni bunu dedim ki, iman üzürlü sayda, mən Bəhrəmə qucaqlamamışam, səni qucaqlayalım. Gəl, tabutuzu qucaqlayacağım. Neyse, oradan çıxdık. Gəldi, imanı da gətirdilər ola, onda anaları artıq, qeydi ki, bu kimdir? Bəs belə bu uşaq kimin uşağıdır? Bilmirdi içində. Dedim, hər şey hazırsan. Baxdı üzümə, dedi, hə. Dedim, qarşısındakı ballarımdır. Doğrudan da Beyləqan cəmaatı çox gözəl cəmaatdır. Biz oraya gedəndə, yəni yalnız 3-4 nəfər bizlə gələndə yaxın adam qardaşımdır, qardaşım uşaqları idi, özümüz idik. Mən səsə dönəndə inat sayılın yerə düşməzdi ki, Beyləqan xalqı bütöv vermişdi o şəhər ora. Anaların orada vəziyyəti pisləşəndə, onlar ürək dərmanı gətirən kim, su gətirən, yəni bir il onlar bizim evə gəlib getdi də o Beyləqan xalqı. Biz oradan çıxdık, uşaqları gətirdik, yolda Bakıya çatanda gördüm. Onda o dövrdə vaxtlar polis tərəfindən
bu Fəxri Karaoğlu vardı ki, Yalşan müəllim onu ayırmışdılar. Xəzər rayonu üzrə. Zəng elədi ki, bəs qardaş, nə olar ki, uşaqları Peyğəmbər məscidinə də ev aparma. Dedim, yox, birbaşa ev vericisi. Dedi, anaya yazığın yazsın. Dedim, ana onsuz da yanımdadır da, yazıqda, yazılıqdan keçib. Dedi, yox, yenə də düşün, səni bir də yıxacağım. Dedim, baxanda sonra bir anlıq düşündüm ki, istəyir də, onlar evə gəlsə, bu onsuza gedəcək. Sağ olsun, kömək eləyənlər çox oldu, dəstək olanlar çox oldu bizə. Məsciddə bildim ki, uşaqlar şəhiddir. 3 şəhidin arasında qaldım. 2 mənim balam, bir başqa şəhiddir. Başqasının balasıydı. 3 şəhidin arasında qaldım. Ölmədim. Yenə yaşadım. Bəlkə də yaşadan vətən idi bizi. Bəlkə də şəhid məqamı idi bizi yaşadan. Balalarımız idi. Biz oradan uşaqları yutduq, gəldik. Nə deyərəm xalqıma? Xalqıma deyərəm ki, şəhidləri unutmasınlar, şəhidləri yaddan çıxartmasınlar, vətəni qorusunlar, vətəni sevsinlər. Heç vaxt deməsinlər kimsə kimə borcludur. Xeyr, bizə heç kəsin borcu yoxdur. Borcumuz var Allaha, vətənə. Vətəni sevin, şəhidləri sevin, unutmayın. Yaşasın xalqımız, heç vaxt müharibə olmasın. Vətənimdən nə istəyərəm? Heç nə. Vətənim yaşasın. Şəhidlər şəhid oldu ki, vətənimiz yaşasın, çiçəklənsin. Şükür olsun ki, bugünkü günümüzə Qarabağ çiçəklənib, Qarabağ yaşayır, Qarabağ gözəlləşir gündən günə. Mən istəyərəm ki, Qarabağ çiçəklənsin. Qarabağ bizim vətənimizdir. Canımız, digərimizdir. Ona görə ən doğma bizə Qarabağdır. Qarabağ bizim elimizdir, obamızdır. Şükür olsun ki, bugünkü günə qədər tək deyilik. Azərbaycan xalqı mənim evladlarımdır. Hamı mənim balalarımdır. Bugünkü günə qədər tək qalmamışıq. Evladlarımız hər zaman bizimlədir. Vətənin evladlarına canım qurban. Nə yaxşı belə gözəl evladlarımız var. Bugünkü gündə də çox sağ olsunlar ki, gəlib bizi çəkirlər, dünyaya tanıtdırırlar, şəhidləri unutmurlar, bizləri unutmurlar. Hər şey üçün çox sağ olun ki, bugünkü gündə bizim yanımızdasınız. Mən bir evə girəndə, artıq bizdə uşaqların bulanının yanından evə kimin, yəni mümkün deyirdi, yerimək mümkün deyirdi. Bütün millət idi burada. Qapının ağzında dəydim yerə də, ondan sonra xəbərim olmadı. Bir dəfə də gördüm ki, həkimlərə aiddir. Sonra çıxdım bayra sigara çəkmək üçün. Qardaşım oğluna dedim ki, maşınlardan, dedi, hamı buradadır. Dedim, biz getdik Şüvalan məscidinə. Saat 3-ə işləyirdi, belə bir şey olardı, döndük Şüvalan məscidin onların yanında. Orada onlara bir söz verdim ki, mən sizin üstünüzə gələndə xiyabana heç vaxt ağlamayacağım. Bir də tək bunu dedim ki, bu məqamı mən sizə verəlməzdim. Bunu siz qazandınız. İstədiyiniz məqamı siz qazandınız. Yəni, mənim bu məqama çatmayı mümkün deyil. Hər dəfə də gedəndə onlardan tək istədiyim olur ki, o şəhidlərdə ki, dünyadan necə getdiniz, bizi də elə aparasınız. Bir də ayağınız altında bizə yer verəsiniz. Ne deyirəm, vətən elə gözəl bir neymətdir ki, qurban sənə, vətən içinə elə eşmək olmur. Əgər İmam Bəhrəm istəsəydi, anaları ilə qalardı, mənlə qalardı. Demək, anadan da, atadan da müqəddəs vətən var. Adı bura gəlib gedən körpələr olur. Biz onların qarşısında ağlamırıq ki, anaları hər dəfə dediyi bir kəlmə var ki, mən deyir o uşaqların, görürsün körpə, birinci sinif bağça uşağı gəlir, ağlayır da, ana onları ovundurur, deyir olmaz da, mən deyir onların qarşısında ağlasam, sabah onlar vətənpərvər ola bilməz deyir, onlar da qorxar ki, biz gedib şəhid olursak, analarımız belə ağlayacaq. Ona görə də bizən gerək gəncləri elə yetişdirəsən ki, vətənpərvər olsunlar. Yəni, bugün İmam Bəhrəm, yəni də deyirəm, Allah ulu öndəri rəhmət eləsin, onun qoyduğu yolu getdilər. Gözəl sözləri vardı ki, ulu öndərin ki, harada yaşayırsan yaşa, kim olursan ol. Unutma ki, suveren bir Azərbaycanın var. İstər varlı, istər yoxsul.
Onlar Rusiyada yaşadılar. Yani istediği kimi yaşadılar. Ama unuda bilmediler vətəni. Yani bu günləri vətən herkes için güzeldi, nimetli. Canlarından keçdilər ki, gələcək nəsil, övladlar xoşbaxt yaşasın. Amma doğrudan da onlar da bilirdi ki, hem xalqın birliyindən, xalqın dəstəyi o 2020'de Azərbaycan xalqı bir yumruq oldu. Dövlətin rəhbərinin yanında dövlət birbaşa dövlətlə çiyin-çiyinə, yani bu Azərbaycanda tarixi misli görünməyən bir birlik idi. 2020'de Azərbaycan xalqı o birliyi yarattı, dövlətlə birləşdi. Xalq dövlət, dövlət xalq dedi. Və bu qələbəni də o dəmir yumruq, cənab prezident dediyi dəmir yumruq o xalqın birliyinin yumruğu idi. Düşmənin başına indi. Bəli. Bu orada da bilirdi ki, onun başında duran, ona əmir verən, onun sərkərdəsi İlham Əliyevdir. Doğrudan da İlham Əliyev çox gözəl sərkərdədir. Çox gözəl siyasətçidir. Yəni o dövrdə mən onun hər addımında bütün də xarici arenalarından, yəni olduğu, yəni siyasət adını çox istəyirəm. Çox güclü diplomatdır. Allah ulu öndərimizi rəhmət eləsin ki, çox gözəl şəkildə onu yetişdirdi bu ölkə üçün. Allah bundan sonra dövlətimizi qorusun, müharibələr nəsib olmasın. Yəni analar yazıqdır, göz yaşı içində qalmasınlar. Mən ziyarətlərə getmirdim. Hamı deyirdi ki, niyə getmirsən də? Deyirdim ki, mən əgər bugün ziyarətə getsəm, İmam Bəhrəmin bacı qardaşı gəlsə, qapı bağlı qalacaq. Kim qarşılayacaq onları? Bizim evladımız yox idi onda. İndi şükür Allah bir qız evladımız var. Qız evladı götürmüşük. O momentdə Elman idi, bir də mən idim. Biz ona görə ziyarətləri qəbul eləmirdik. Deyirdik, gedə bilmərik. İmam Bəhrəmin qonaqların saxlaya bilmərəm də, onlara görə gedə bilmirdim. Elə bir məqam gəldi, Allah bizə də qismət elədi, biz də ziyarətə getdik sevə-sevə. Elman gedəndə dedi ki, mən istəyərdim ki, evladlarımı ziyarətdə görəm. Mən gedəndə, mən Allahıma dedim ki, ya Rəbbim, ya Rasulallah, sən məni evimə dəvət eləyirsən, ondan gözəl məqam heç nə ola bilməz mənim üçün. Biz belə deyib getdik o ziyarətə. Şükür Allah, ziyarətdə də, bəli, Allah Teala bizə o məqamı göstərdi. Gözəl evladlar qabağımıza çıxartdı. Demək, İmanla Bəhrəmi bizə verdi orada. Biz bağrımıza bastıq, ziyarət elədik. Sevə-sevə də oradan qayıtdik, gəldik Azərbaycana. Bəli, o evladları Allah bizə qismət elədi. Həqiqətən də istəyərdim ki, bütün insanlara Allah ziyarət qismət eləsin, cənnət qismət eləsin. Şəhidlər hər zaman əl üzdən yapışsın, bu dünyada da, o dünyada da. Allahın verdiyi o ziyarətlər həqiqətən də Allahın evləri bizə toxtaqlıq verdi, bizə yaşamağa, ayaq üstə durmağa, bizə kömək oldu Allahım. O ziyarətin bizə çox kömək oldu. İndiki gündə də, bu günümüzdə də bizim bu ayaq üstə durmağımız şükrümüzdür. Allahımıza sevgimizdir, namazımızdır. Mən istəyərdim ki, namazınızdan əl çəkməyin, şükrünüzdən əl çəkməyin. Hər zaman şükür edin, hər zaman namaz qılın. Allahı nə qədər sevsiz, Allah da sizi elə sevər. Bu boyda dərdin altında bizi Allahımız sevdi. Bax, bugünkü gündə ayaq üstəyik biz. Nə üçün? Şükrümüzdür. Hər zaman şükür etmişik. Yəni İmam Bəhrəmi biz ki, o ərəfələrdə götürdük, dəfn elədik. Onların döyüşləri də, yəni oxuduqları il kimi, böyükləri həyat kimi, döyüşləri də əskərliyi kimi bir yerdə olub. Onlar Füzuli rayonundan çiyin-çiyinə döyüşdülər, Xocavənd rayonundan Qırmızı Bazarına kimi. Son axırıncı onların döyüş yeri ki, artıq Xocavənddən Qırmızı Bazar yaxınlığı oldu ki, orada da 14 nəfərlik heyət İmanla Bəhləmlə birlikdə bir yerdə mühasirəyə düşəndə onlardan 2 nəfər canlı şəhid qazi var. Əskər Hüseynovdur, bir də baş leytinant Əfqan Məlikov. Yəni bunlar hər ikisi gəlib gedən uşaqlardır. Yəni İmam Bəhrəmin qucağında keçinəndə İmanı 3 dəfə vurublar. İman qrantomet atan olub. Üstlərinə getdikcə erməni
50 metr ki o mövqe var ki, orada deyir çatanda mühasirəyə saldılar snaperlə. Hər iki qısım vurublar. Axırda qardaşı qaçıb ki, qucaqlayıb ki, bir qısım bağlayıb, ikinci qısım bağlayanda Bəhrəmi də qısımdan vurublar, baş leytenantında. Yəni bilsən, elə bir yeridir ki, orada nə bir kol, nə bir daş yox idi ki, biz gizlənə bilək də deyir. O momentində də deyir, bir dənə, yəni imamın tek bir kəlmə sözü vardı ki, qorxmayın. Deyir, elə qışqırırdı ki, yəni qorxmayın da. Ürəkli olun. Deyir, keçinənə yaxın. Bəhrəm deyir, başını qaldırdı ki, iman çağıranda Əfqan qayıdıb ki, Bəhrəm narahat olmadan şok keçirdir. Deyir, bu momentdə qışqırdı iman, qışqıranda qalxanda snaper deyir, vardı ürəyindən. Elə Bəhrəm imanın üstündədir, keçindi. Yəni, o da deyirəm ki, bunlar əkiz adını dünyaya yazıb getdilər. Dünya Azərbaycan tarixində bir ad yazdılar. Qardaşı qardaşdan vətən yolunda ölüm də ayıra bilməz. Mən ayırmadım, anaları ayırmadı. Uza Rəbbimə qurban olum, yaradanım, o da ayırmadı. Dedi, sizi ayırmırsınızsa mən də ayırmıram. Əkiz o dünyaya apardı hər ikisin. Cənnətə, öz yanına, mələklərinin yanına apardı. Yəni, yenə də deyirəm, əsl qardaşlıq rəmzi, bax elə buradan başlanır ki, iki qardaşın 30 gün çiyin-çiyinə döyüş, qucaq-qucağa şəhid olmağı. Görün, nə böyük şəhadətdir bu. Vətən sağ olsun, vətən yolunda lazım olarsa canımızda qurban veriləcək. Vətəndən gözəl niymət nədir ki, dünyada. Allah razı olsun. Sizlərdən də, Ruhanilər İdarasına da ilk öncədən fikrimdə olmadı. Sizlərə təşəkkür edim ki, sizlər bax gəlmişsiniz Ruhanilər İdarası, var olun Qafqaz Müsəlmanlar İdarası. Bizlərin də salamın Şeyx Həzrətlərinə çatdırasınız ki, Allah nəsib edər, inşallah görüşərik. Var olun ki, unutmursunuz. Hər zaman şəhidlərinizin, xalqın yanındasınız. Allah dövlətimizi, dinimizi, İslamımızı qorusun. Azərbaycanımızı qorusun. Var olun.